Oradan bir çay verən səni verən Allaha şükür. Sən öyrənlərini gör, belə çay olar. Yoxdur da. Bunun şey hanı konfeti? Yoxdur da. Konfet ya. Şənfik qəndi, kəllə qəndi. Yanlış olsun. Say da versən bunu. Bu Olsun, nə? Görüm nə olur? Sən başa düşmürəm. Hər gün belə. Nə olub? Elə qanın qaradı nə olubdu? Nə dərdin var aşdan görək nə olub? Başa düşürsən ki. Mən başa düşmədiyim şey var. Danış görüm. Sən dərdimə çare tapacaqsan. Qara qızın görə dərdi nədir, hə? Dəstəgələrim Türkiyəyə gedir, dincəlməyə gedirlər. Hə, mən də istəyirəm. Onu deyirlər, onu bəri başdan deyirlər. İndidən bura nə demək var? Elə tanışımız var da, dərdini deyirəm. Mən də deyirəm ki, 2 gündür bu qız niyə belədir? Mən ölmüşəm ki. Tanışımız var. Avtozirviyə maşını... Oğlum neçədir, 4000, 5000, 6000 pul lazımdır. Bir qulaq as da, axıra qədər. Maşını avtozirviyə qoyursan, sən qadınam. Elə olanda, bax, burada səslərlə boynum belə döndərib səslərlə. Əgər maşınına fərqi yoxdur, rayon qeydiyyatı olur, şəhər qeydiyyatı olur, maşını qoysan avtozirviyə, sonra gəlibsən maşın özünə qalır da, sən verən Allaha qurban. Nömrə də özündə qalır. Pul lazımdır, pul. Qulaq as da, göydən gilas tökülmür, səvət tökülmür. Gör nə deyirəm. Maşın da sana qalır, nömrə də sana qalır. Neçə saat ola 3 günə, 5 günə buraya rəsmiləşdirirlər. 5 dəqiqə söhbət bağlanır. Qardaş oradan bir dənə petar. Yarım saata. Səndədir, yarım saat yox, 5 dəqiqə, 10 dəqiqə fərqi yoxdur. İstər rayon qeydiyyatı olsun, istər şəhər qeydiyyatı olsun. Yalan demirsən. Yalan demirsən. Yalan niyə deyirəm ki, inanmırsınız? Maşını aparıb, eşitdiniz, maşını aparıb qoyursunuz avtozirvəyə. Yarım saatin içində maşın sənədləşir, maşın özünüzdə qalır, nömrə özünüzdə qalır. Düzdür deyil? Sən çox danışdın. Sən çox danışdın. İstədiyim pulu da götürürük, gedirik Türkiyəyə.